Salam aleyküm və barakatuh. Azan və iqamə haqqında ətraflı məlumat verər zəhmət olmasa, nə zaman verilir, necə verilir? Azan verilir namazlardan qabaq. Peyğəmbər s.ə.v-in sünnəsində necə sabitdirsə o şəkildə. Fəcrdən qabaq, zöhrdən qabaq, əsrdən qabaq, məğribdən qabaq, işadan qabaq və gəlib sünnədə fəcrdən qabaq 2 dəfə azan verib. Peyğəmbər s.ə.v-in dövründə 2 dəfə azan verilib. Biri namaz hələ, yəni fəcrin namaz vaxtı girməmişdən bir müddət əvvəl Peyğəmbər s.ə.v deyirdi ki, Bilal azan verir, insanlar səhura duran səhura dursun deyə və ya yatan oyansın deyə və ya səhur etməyi səhur etsin deyə. İkinci azanı verirdi Ümmü Maktub, o da verirdi fəcrdan yeri söküləndə, hansı ki namazın vaxtı idi. Ona görə yiyin için ta ki İbn-i Maktum azan verənə qədər. Və sünnədir birinci azanda fəcrin, deyəsən, Əs-salatu xeyrun minən-nom. Halbuki onu insanlar tərsinə edib indi. İndi fəcrin azanında deyirlər, Əs-salatu xeyrun minən-nom. Və şərt deyil Ramazanda, görsən, çoxu Ramazanda edir bunu. İstənilən vaxtı. İlin hər bir vaxtı sünnədir, fəcrdən qabaq 2 azan verəsən. Yəni, qaldırasan insanları gecə namazı qılmağa, səhur etməyə, o azanda deyəsən ki, namaz yatmaqdan daha xeyirlidir, qalxan qalxsın. Amma ki, sübhün azanında o söz deyilmir. Adi azan kimi verilir. Allahu Akbar, Allahu Akbar, Allahu Akbar, Allahu Akbar, yəni 4 dəfə şədən la iləhə illallah, şədən la iləhə illallah, şədən Muhammedən Rasulullah, şədən Muhammedən Rasulullah, həyyə aləs-salah, həyyə aləs-salah, həyyə aləl-fəlah, həyyə aləl-fəlah, Allahu Akbar, Allahu Akbar, la iləhə illallah. Bu azanın deyiliş formasıdır. Və müəzzin də özü deyəndən sonra təkrarlaya bilər. Özü deyəndən sonra hətta müəzzin də təkrarlaya bilər. Və biz də təkrarlayırıq müəzzin deyəndən sonra. Müəzzin deyəndən sonra və hətta gəlib bəzi dualar, hansı ki azanda onu eşidəndən sonra sən o duanı deyirsən. Məsələn, şəhadəndə Muhammedən Rasulullahdan sonra, o müəzzin 12 dəfə təkrarlandan sonra sən deyirsən ki, və ən əşhədən la iləhə illallah və ənə Muhammedən Rasulullah raditu billahi rabban və bi-islami dinen və Muhammeden nəbiyyə. Yəni bu deyə bilərsən. Və dua azandan sonra da dua var. Hansı ki sünnədə varid olub. Azandan sonra o zikri deyirsən. Amma ki iqamə namaza qalxanda verilir. Namaza qalxmaq istəyəndə artıq və ya imam daxil olduqda müəzzin iqamə verir və insanlar namaza qalxır. Sadəcə iqamədə bəzi ləfzlərlə gəlib, bəzisində 2 dəfə, bəzisində tək sayda və məşhur tək saydadır. Allahu Akbar, Allahu Akbar, əşhədən la iləhə illallah, əşhədən Muhammedən Rasulullah, həyyə aləs-salah, həyyə aləl-fəlah, qad qamətis-salah, qad qamətis-salah, Allahu Akbar, Allahu Akbar, la iləhə illallah. Və azanın, yəni kimlərə vacibdir, kimlər verməlidir? Bu vaxtda da ixtilaf var. Bəzi alimlər deyir ki, kişilərə vacibdir. Çünki o vaxt kişilər verirlər azanı və qadınlara deyirlər ki, vacib deyil. Hətta deyirlər bəzi alimlər ki, iqamə də vacib deyil. Lakin səhih odur ki, qadınlar da azan verir, iqamə də verir, onlara da vacibdir. Əgər kişilər yoxdursa, məsələn, evdə qadın tək namaz qılırsa, azanını verir, iqaməsini verir, namazını qılır. Baxmayaraq ixtilafdır dedik. Bəzi alimlər görürlər ki, qadın azan vermir, iqamə verir. Bəziləri deyir ki, hətta azan və iqamə də vermir.